Cəlilabad rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Cəlilabad şəhərində yerləşən Heydər Əliyev seyrəngahında Novruz bayramı münasibəti ilə ümumrayon şənliyi keçirilib. Bayram şənliyində Cəlilabad rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov, aparatın məsul əməkdaşları, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri, vətən müharibəsi iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə nümayiş edilən sərgiyə baxış keçiriblər. Ümumrayon şənliyində dövlət himni səsləndirildikdən sonra tədbir açıq elan olunub. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov mədəni dəyərləri, eləcə də xeyirxahlıq, birlik və həmrəylik kimi gözəl ənənələri əks etdirən Azərbaycan xalqının qədim tarixinin yadigarı və milli varlığının rəmzlərindən biri olan Novruzun gəlişi münasibəti ilə bütün Cəlilabadlıları, eləcə də tədbir iştirakçılarını səmimi qəlbdən təbrik etmiş, onlara ən xoş arzularını çatdırmışdır. Həmçinin Cəlilabad rayonu ərazisində fəaliyyət göstərən məktəbəqədər və orta ümumi təhsil müəssisələrindən gələn öz fəaliyyət dərnəklərinin, rəqs və mahnı qruplarının, folklor nümunələri və rayonda fəaliyyət göstərən idman məktəblərinin nümunəvi idman çıxışları olmuşdur. Daha sonra rayon rəhbəri Rafiq Cəlilov alqış sədaları altında bayram tonqalını yandırmışdır. Tədbir rayonun incəsənət ustalarının və mədəniyyət kollektivlərinin iştirakı ilə geniş proqramlı bayram konserti ilə davam etdirilmişdir.